Qısa xatırlatma edim ki, bizim ödənişli dərslərimizlə maraqlanmaq istəyən 050 573 97 06 WhatsApp üzərindən yazıb soruşa bilər. İndi isə keçək hansı ki 4-cü siniflər üçün sınaq paylaşmışdım və onların izahını verək. Birinci sualda nə deyir? Verilmiş cümlədə işlənmiş gözünə yuxu getməmək ifadəsinin əvəzinə işlənə bilən ifadələri müəyyən edin. Baxırıq, gözünə yuxu getməmək ifadəsinə uyğun olan ifadəni seçməliyik. İmtahan həyəcanından gecə boyu gözünə yuxu getməmişdir. Yuxusuz qalmaq. Bəli, yuxusuz qalmaq elə budur. Gözünə yuxu getməməyin biri də yuxusuz qalmaqdır. Rahat yatmaq. Əksinə bu ola bilməz. Üçüncüdən narahat yatmaq. Narahat yatmaq da ola bilməz. Çünki o deyir gözünə ümumiyyətlə yuxu getməyib. Dördüncüdə isə yata bilməmək. Bəli, yata bilməməkdir. Deməli, 1 və 4 uyğun gəlir C variantına. Doğru variant C variantıdır. İkinci suala baxırıq. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Hansı məcazi mənada olan söz axtaracaq cümlədə? A variantında deyir ki, dağların zirvəsi qara bulud idi. Burada məcazi yoxdur. Niyə? Çünki həqiqətən də bulud qara rəngdə ala bilər. B variantına baxırıq. Onun sözləri ürəyimə toxundu. Bəli, elə doğru variant B variantıdır. Necə ürəyə toxunmaq olar özdə sözlərlə? Doğru variant B-dir. Hər ehtimala C-ni də yoxlayaq. Kənddə axşamlar sakitlik olurdu. Bəli, səs-küy də ola bilər. Sakitlikdə bu məcazi mənada deyil. D-də dəniz kənarında şiddətli külək əsirdi. Bəli, bu da külək əsməyi məcazi mənada deyil. Üçüncü suala keçirik. O çətin anda belə təmkinini itirmədi. Cümləsində təmkin sözünün mənası nədir? A-ya baxırıq, deyir səbir və soyuqqanlı olmaq. B-də deyir qorxu. C-də tələskənlik. D-də isə laqeyd. Bəli, doğru variant A variantıdır. Təmkinli olmaq, səbirli olmaq, soyuqqanlı olmaq deməkdir. Mətnimiz var, qısa mətin, onu oxumağa çalışacağıq. Birinci hissəsi verilib, deməli, dağ keçisi təbiətin ən çevik və dözümlü canlılarından biridir. O, əsasən sıldırım qayalıqlarda və yüksək dağlıq ərazidə, baxın, sıldırım qayalıqlarda və dağlıq ərazidə yaşayır. Bu ərazilər sərt iqlimi və çətin keçilən yollar ilə seçilirdir. Dağ keçisinin bu şəraitdə yaşaya bilməsi onun bədən quruluşunun və davranış xüsusiyyətləri ilə bağlıdır. İkinci abzasında görək nə deyir? Dağ keçisinin ayaqları güclü və dırnaqları sərtdir. Bu dırnaqlar qayalı səthlərdən sürüşmədən hərəkət etməsinə imkan verir. Bədəni möhkəm tükləri ilə qalın olur. Qalın tük örtüyü onu soyuqdan qoruyur. Rəngi əsasən boz və qəhvəyi çalarlardan ibarətdir ki, bu da ona ətraf mühitlə uyğunlaşmasına kömək edir. Üçüncü hissədə nə deyir? Üçüncü abzasında dağ keçiləri əsasən səhər tezdən və gün batanına yaxın qidalanırlar. Baxın, səhər tezdən bir də gün batımına yaxın qidalanırlar. Onlar dağlarda bitən otlar, kollar, baxın, otlar, kollar və yarpaqlarla qidalanırlar. Suya ehtiyacları azdır. Çünki qidalarındakı rütubət onların tələbatını qismən də olmuş olsa ödəyir. Bu xüsusiyyət onların sərt dağ şəraitinə uyğunlaşmasını göstəricisidir. Dördüncü abzasda deyir ki, dağ keçiləri adətən qruplar halında yaşayırlar. Qrup daxilində bir-birlərinə xəbərdarlıq edirlər. Təhlükə hiss etdikdə dərhal səs çıxarır və bütün sürü yüksək qayalıqlara doğru hərəkət edir. Sürətli reaksiya və çevik hərəkət onları yırtıcılardan qoruyur. 5-ci abzasda nə deyir? İnsan fəaliyyəti dağ keçilərinin həyatına da təsir göstərir. Ovçuluq və yaşayış məkanlarının daralması
onların sayının azalmasına səbəb olur. Buna görə də bir çox ölkələrdə dağ keçiləri qorunan heyvanlar sırasına daxildir. Onların qorunması təbiət tarazlığının, görə nəyə xidmət eləyir? Təbiət tarazlığının saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Aha, deməli bu mətnimizə uyğun olaraq bir neçə suala baxacağıq. Deməli, 4-də nə deyir? Mətnə əsasən hansı fikir tamamilə doğrudur deyir. Deməli, bir A variantında deyir, dağ keçiləri yalnız düzənlik ərazidə yaşayır. Yalnız düzənlik ərazidə yaşayır deməsi səhvdir. Niyə? Çünki ən çevik və dözümlü deməli dağ adı üzərində də dağ keçisi düzənlik ərazidə yaşaması onun A variantı səhv götürülür. B-yə baxırıq, dağ keçisinin bədən quruluşu yaşadığı mühitə uyğunlaşmasını təmin edir. Bəli, bu doğruydu. Çünki o deməli nə deyirdi? Deyirdi ki, baxın ayrı rənglə işarəliyim. Qalın tük örtüyü onu soyuqdan qoruyurdu. Möhkəm və tükləri qalın idi. Bu da deyir ki, dağ keçisinin bədən quruluşu yaşadığı mühitə uyğunlaşmasını təmin edirdi. Deməli, doğru variantımız B variantıdır. C-ni oxuyaq, dağ keçiləri daim tək yaşayırdı. Xeyr, o sürü halında yaşayırdı. Deməli, C-də səhvdir. D-də dağ keçiləri suya çox ehtiyac duyur. Əksinə, artıq onlar deməli, baxın, burada yazılmışdı. Suya ehtiyacları azdır. Çünki qidalarındakı rütubət onların suya olan tələbatını ödəyirdi. Deməli, doğru variant B variantı olmuş oldu. 5-ci suala baxırıq. Mətnə əsasən hansı suala cavab verilməmişdir deyir. A variantında dağ keçiləri harada yaşayır? Əlbəttə, dağ keçisi dağlarda əsasən sərt qayalıqlarda yaşayırdı. Bu var idi. B-də dağ keçiləri nə ilə qidalanırdı? Var idi, dağ keçiləri nə ilə qidalanırdı? Yarpaqlarla, sonra deməli, ot, yarpaq bitkiləri, kollarla, baxın, burada verilib. Qidalanması nə ilə olurdu? Dağlarda bitən otlar, kollar, yarpaqları ilə qidalanırdı. Bu da var idi. Deməli, bu da doğru cavab tapmaq olur. C-yə baxırıq. Dağ keçiləri neçə il yaşayırdı? Bax, bu suala cavab yox idi. Doğru variant C-dir. Dağ keçilərinin qorunması niyə vacibdir? Bəli, bu da var idi. Ona görə vacib idi ki, deməli, onlar təbiətə olan tarazlığı bərpa eləyirdilər. Yəni, belə deyək, tarazlıq yaradırdılar təbiətdə. Ona görə. Aha, baxın, burada var. Onların qorunması təbiətdə tarazlıq saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Buna da cavab var idi. 6-cı suala baxırıq. Mətnə əsasən aşağıdakılardan hansı yanlışdır soruşur uşaqlar. Yanlışdır. Baxırıq A variantına. Dağ keçilərinin dırnaqları qayalı səthləri üçün uyğundur. Bəli, bu doğruydu. Başqa rənglə edim. Bəli, bu doğrudur. Dırnaqları, baxın, burada qayalı sərtləri sürüşməkdən hərəkət etməsinə imkan verirdi. Baxın, bu doğrudur. Bizdən yanlış istəyir. B variantında dağ keçiləri təhlükə zamanı bir-birlərinə xəbərdarlıq edirlər. Bəli, bu da doğrudur. Onlar baxın, buradaydı, səs çıxarırdılar və bütün sürü yüksək qayalıqlara doğru hərəkət edirdi. Bu da doğrudur. C variantına baxırıq. Dağ keçiləri insanlara yaxın olmağı sevirlər. Xeyr, bunlar bu elə səhv variantdır. Niyə? Çünki onlar dağda, çöldə yaşayardılar. İnsanlarla heç bir əlaqəsi yox idi. Doğru variant C variantıdır. D-yə baxırıq. Dağ keçiləri əsasən dağlarda bitən bitkilərlə qidalanırdı. Bəli, az öncə bildirdik ki, onlar kol, otların yarpaqları ilə qidalanırdılar. Aha, keçdik 7-ci suala. 7-ci sualda nə deyir? Deyir ki, ikinci abzasın əsas məzmunu nədir? İkinci abzası biz nə oxuduq? Dağ keçilərinin ayaqlarının, baxın uşaqlar, dağ keçilərinin ayaqlarının güclü və dırnaqlarından danışılırdı. Deməli, nə deyir? A variantına deyir, dağ keçisinin qidalanması. Xeyr, bu ikinci abzasa aid deyildi, 3-ə aid idi. Dağ keçisinin yaşayış əraziləri, bəli, bu da aid deyildi. C-də deyir, dağ keçisinin bədən quruluşu, bəli. Az öncə dedik, onların bədən quruluşu, qalın tüklərinin olması elə ikinci abzasa aid idi. Bu da C variantına uyğun gəlmiş olur. Dağ keçisinin qorunması, bu da sonuncu abzasa uyğun gəlirdi. D-də uyğun gəlmir.
8-ci suala baxırıq. Deyir ki, dağ keçilərinin suya az ehtiyac duyması nəyi göstərirdi uşaqlar? Nəyi göstərirdi? Onların suyu sevməməsi. Xeyr, belə bir şey yox idi. B-yə baxırıq. Dağ şəraitində uyğunlaşdıqları. Bəli, baxın uşaqlar. B variantı uyğundur. Baxın, deməli hansı hissədə idi? Deyir ki, 3-cü abzasda. Baxın, 3-cü abzasda su ehtiyacları az idi. Ona görə ki, rütubətli yerdə yaşayırdılar. Bu da su ehtiyaclarının az olmasına gətirib çıxardırdı. Deməli, 8-ci sualda doğru variantımız B variantıdır. C-də deyir ki, qidalanma vərdişlərinin zəif olduğunu. Xeyr, bu da səhvdir. İnsanlardan uzaq durduqları, bəli, bu da səhvdir. Doğru variant B variantı oldu 8-ci sualımızda. 9-cu sualımıza baxırıq. Dağ keçilərinin qruplar halında yaşaması əsasən nə ilə bağlı idir? Aha, A variantında daha çox qida toplamaqla. Xeyr, bu düzgün deyil. Təhlükəyə qarşı daha tez reaksiya vermək. Bəli, elə bu doğru variantda. Təhlükəyə qarşı doğru vaxtında reaksiya vermək. Yəni ki, onlar oxuduq ki, səs çıxardırdılar və o səsin vasitəsilə də baxın uşaqlar 4-cü abzasda öz əksini tapır. Dağ keçiləri əsasən qrup halında yaşayırdılar. Qrup daxilində bir-birinə xəbərdarlıq etmək üçün. Aha. Deməli, doğru variantımız 9-da B variantıdır. C-ni oxuyaq. İnsanlara yaxın olmaqları, əksinə insanlara yaxın deyildilər. Sakitliyi sevməkləri, bu da ona uyğun cavab deyil. Doğru variant B variantı. 10-cu suala baxırıq. 5-ci abzasda 5-ci abzasdan çıxarılan ən düzgün nəticə hansıdır soruşur. Ən düzgün nəticə. A variantı. Dağ keçiləri yalnız insanlara zərər verir. Xeyr, bu doğru deyil. İnsanlara zərər vermirdi. B variantına baxırıq. İnsan fəaliyyəti təbiətə təsirsizdir. Xeyr, təbiətə təsirli olan bir məfhumdur insan varlığı. Aha, dağ keçilərinin qorunması ekoloji tarazlıq üçün vacibdir. Bəli, bu elə doğrudur. Baxaq 5-ci abzasa, görək öz əksini tapmışdımı? Bəli, insan fəaliyyəti dağ keçilərinin həyatına təsir göstərir. Aha, ovçuluq və yaşayış imkanlarının daralması onların sayının azalmasına səbəb ola bilər. Bu da ona görə ölkələrdə dağ keçilərinin qorunan heyvanlar sırasına daxil idi. Onların qorunması təbiətə tarazlıq baxımından da bəli, mühüm əhəmiyyət kəsb edirdi. Aha. Ən düzgün variant deməli C variantıdır ki, dağ keçilərinin qorunması ekoloji tarazlıq üçün vacib idi. Aha, D-də deyir, dağ keçiləri özlərini həmişə qoruya bilirdilər. Xeyr, həmişə qoruya bilmirdilər. Çünki insanlar tərəfindən ola bilirdi ki, onlar ovlanılsın. Bu da onların sayının azalmasını əlbəttə ki, gətirib çıxarmışdı. 11-ci suala baxırıq. 11-ci sualda deyir, dağ keçilərinin fiziki xüsusiyyətləri əsasən hansı abzasda təsvir olunub? Baxın, fiziki xüsusiyyətləri deyəndə onların fizioloji, bədən quruluşu baxımından soruşur. Ona görə də biz hansı abzasda oxuduq ki, onların fizioloji xüsusiyyətlərindən danışsın. Aha. Bu da deməli baxın, bədən quruluşundan danışdığı hardaydı? Dağ keçilərinin ayaqlarından, dırnaqlarından danışdığı 2-ci abzas idi, düzdür? Tükləri və qalın idi, onlar da soyuqdan qoruyurdu. Baxın, 2-ci abzasda biz bu hissəyə baxmış olduq. Deməli, doğru variantımız 2-ci abzas B variantı. 12-ci suala baxırıq. Dağ keçisi haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Baxın, şəkildə verilmişdir. Bax, bu məlumatlara uyğun da biz 12-ci sualı tapacağıq. Deməli, nə deyir? Birdə deyir, dağ keçisi dəniz sahilindədir. Əlbəttə ki, dəniz sahilində deyil. Çünki dağlıq ərazidə yaşayırdı. Dəniz sahilində yaşamırdı axı dağ keçisi. Qayalı sahədədir. Bəli, qayalıqlardadır. Baxın, uşaqlar, görürsünüz, arxasında qayalıqlar var. Deməli, 2 doğrudur. 3-cü sual, buynuzları uzundur. Bəli, dağ keçisinin buynuzları var. Bu da doğrudur. Deməli, 3 də doğrudur. 4-cü sualda bədəni ağ rəngdədir. Xeyr, boz rəngdə idi. Bu səhvdir. Deməli, 2, 3 bizim doğru variantımız A variantı olmuş oldu. Aha, yeni mətnə baxırıq.
Yeni mətndə nə deyir? Uzaq yol. Əli adlı bir gənc dağ kəndində yaşayırdı. O uşaqlıqdan zəhmətə alışmışdı. Hər gün ailəsinə kömək edir, eyni zamanda oxumağa böyük maraq göstərirdi. Əlinin ən böyük arzusu ali təhsil almaq idi. Lakin kənddə imkanları məhdud idi. Bir gün məktəbin müəllimi ona əgər səylə çalışsa şəhərdə oxuya biləcəyini demişdi. Bu sözlər Əlini daha da ruhlandırdı. O gecə-gündüz dərs oxumağa başladı. Ailəsi onun bu istəyini anlaşıqla qarşıladı. Nəhayət Əli imtahanlardan uğurla keçdi və şəhərə yollandı. İlk vaxtlar çətinliklərlə üzləşdi. Yad mühit, tək qalmaq, maddi sıxıntılar. Amma o ruhdan düşmədi uşaqlar. Çalışdı, oxudu və zamanla öz yerini tapdı. İllər sonra Əli artıq savadlı bir müəllim oldu. O kəndini unutmadı. Tez-tez kəndə qayıdır, uşaqlara dərs keçir. Əli başa düşdü ki, insanın qazandığı bilik başqalarına fayda verəndə daha da qiymətli olur. Aha, mətnimizi oxuduq. Mətnimiz Uzaq yol adlanırdı. Əlidən bəhs olunurdu. Əlinin kənd həyatından bəhs olunurdu. Daha sonra onun arzusu şəhərə gətirdi və o ali təhsil aldı və hansı peşəyə yiyələndi? Əlbəttə ki, müəllimlik peşəsinə yiyələnmiş oldu. Mətnimizi qısa təhlil etdik. İndi baxırıq ondan verilən suallara. 13-cü sualda deyir ki, Əli əvvəl harada yaşayırdı? Şəhərdə yaşayırdı. Xeyr, dağ kəndində yaşayırdı. Bəli uşaqlar, dağ kəndində yaşayırdı. Baxın, harda qeyd olunub, rəngini dəyişim. Əli dağ kəndində birinci abzasın birinci sətrində deyir ki, Əli dağ kəndində yaşayırdı. Doğru variant B-dir. 14-cü suala baxırıq. Əlinin ən böyük arzusu nə idi uşaqlar? Kənddə qalmaq, xeyr, doğru deyil. Səyahət etmək, doğru deyil. Ali təhsil almaq, bəli, doğru variant C variantı. Zəngin olmaq, bu da deyildi. Bəli, Əlinin baxın ən böyük arzusu ali təhsil almaq idi. Doğrudur. 15-ci suala baxırıq. Müəllimin sözləri Əliyə necə təsir etdi uşaqlar? Əliyə necə təsir edir? Onu əlbəttə ki, ruhlandırdı. Bəli, müəllimin fikirləri Əlini daha da ruhlandırdı. O imtahandan keçmək üçün ona bir stimul yaratdı. Motivasiya yaratdı ki, o ruhlandı. Bəli, onu qorxutdu. Xeyr, doğru deyil. Onu fikrindən daşındırdı. Xeyr, onu laqeyd qoydu. Xeyr, bu da səhv variant. Doğru variant A variantı. 16-cı suala baxırıq. Əli şəhərdə hansı çətinliklərlə üzləşdi uşaqlar? Aha, yalnız dərs çətinliyi idi, əlbəttə ki, xeyr. Müəllim çatışmazlığı idi, əlbəttə ki, xeyr. Sağlamlıq problemi var idi, xeyr. Bu da doğru deyil. Maddi və mənəvi çətinliyi var idi, bəli. Bu doğru variantdır. O maddi və mənəvi cəhətdən sıxıntı keçirirdi. Baxın, yad mühitdə tək qalmaq, maddi sıxıntılar onu deməli nə edirdi? Çətinliyi salmışdır, amma bu ona sinə gəldi. Öz arzu niyyətlərinə, öz arzu niyyətinə nail olub və ali təhsilli müəllim peşəsinə yiyələnmiş oldu. Bura qədər uşaqlar, inşallah ki, izahım sizə aydın olmuş oldu.